Vaxt var idi ki, Avropa İttifaqı ölkələri təxminən ildə 550 milyard kubmetr qaz istehlak edirdi. Onun təxminən 150 milyard kubmetrini Rusiyadan alırdı. Bax, Rusiya-Ukrayna müharibəsi reallığında artıq 2025-ci ilin yanvar ayının birindən Ukraynadan Avropaya Rusiya qazının gelişi tamamilə dayanıb və Avropa üçün bu günləri yeni alternativ enerji mənbələri məsələsi hava sökmə lazımdır. Bu sahədə Azərbaycanın potensialı necədir? Bax, bu məsələlər müzakirə edildi və gələcəkdə biz hansı addımları ata bilərik? Azərbaycan Prezidenti Cənab İlham Əliyevin də bu tədbirlər çərçivəsində çox geniş əhatəli bir çıxışı oldu. Bəli. Və qeyd elədi ki, bizim uğurlarımızın kökündə dayanan fundamental iki mühüm səbəb var. Birincisi, biz əməkdaşlığı dərinləşdiririk. İkincisi isə biz həm özümüzün, həm deməli qonşularımızın, həm də tərəfdaşlarımızın enerji təhlükəsinə töhfə veririk. Biraz da aydın şəkildə desək, biz istehsalçıyıq, bizim öz maraqlarımız var. Var tranzit ölkələr, onların da maraqları var və təbii ki, alıcı ölkələr, istehlakçı ölkələr. Biz burada maraqların, necə deyərlər, ortaq nöqtəsini tapırıq və buradan bütün tərəflər uduşlu vəziyyətdədir. Və Cənab Prezident həmişə olduğu kimi argumentlərlə, faktlarla əsaslandırdı ki, bugün Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyidir və Azərbaycan dövləti ilə Avropa İttifaqı rəhbərliyi arasında 2022-ci ilin iyul ayının 18-də imzalanmış bir memorandum var enerji təhlükəsizliyi ilə bağlı. Həmin memorandum əsasən 2027-ci ilə qədər biz Avropaya 20 milyard kubmetr qaz çatdırmalıyıq. Məsələn, 2021-ci ildə bu 8 milyard kubmetr səviyyəsində idi. 2024-cü ildə bu 13 milyard kubmetrə çatıb, amma 2027-ci ildə 20 milyarda çatdırmalıyıq. Biz məsələn, keçən illər bütövlükdə 25 milyard kubmetr qaz ixrac eləmişik. 25 milyard kubmetr. Nə qədər ölkəyə? 12 ölkəyə. Onun neçəsi Avropa ölkəsidir? 10 Avropa ölkəsi. Onun neçəsi Avropa İttifaqı ölkəsidir? 8-i. Cənab Prezident həmin o gələn qonaqlara, Avropa İttifaqının təmsilçilərinə xüsusilə bu həqiqətləri bir daha söylədi və bu reallıq fonunda çox, mən deyərdim ki, strateji əhəmiyyətli bir məsələni qaldırdı. Dedi ki, biz sizə 13 milyard kubmetr qazı vermişik. Bəli. Bu bizim bütün ixracatımızın, yəni 25 milyard kubmetr ixracatımızın yarısından çoxudur. Düzdür? 13 milyard kubmetr bütün ixracatımızdan da çox, bunun yarısından çoxdur, 50%-dən çoxdur. Bəli. Siz də deyirsiniz ki, bu 13 milyard kubmetri çatdır 20 milyard kubmetrə. Bizim də ki, bütün bu Cənub qaz dəhlizi kəməri ki, tam gücü ilə işləyir. Və bunun komponentləri var, Cənub Qafqaz boru xətti, var TANAP və TAP. İndi biz tam gücü ilə işləyirsə, biz onu 20 milyard kubmetr necə satıra bilərik? Düzdür, bu tam dolu gedir də. Bəli. Siz də deyirsiniz ki, 20 olsun, 13 azdır. Bəs onda bunun üçün nə etmək lazımdır? Deməli, bu kəmərlərin rekonstruksiyası lazımdır, kəmərlərin genişləndirilməsi lazımdır ki, o səviyyədə qazı daşıya bilsin Avropa bazarına. Bunu etmək üçün də nə lazımdır? Maliyyə lazımdır. Maliyyə institutları buna vəsait ayırmalıdır. İndi növbəti sual çıxır. Cənab Prezident dedi ki, Avropa İttifaqı ölkələri və maliyyə institutlarına tapşırıblar ki, yanacaq energetikasına bu vəsaiti ayırmasın. Yanacaq, yəni neftə, qaza ayırmasın. Daha çox yaşıl enerjiyə olar, amma yanacağı olmasın. Onda qəribə bir paradoksal vəziyyət yaranır. Bir yandan sizin qazı olan tələbatı da artıb. Daha çox bizdən qaz istəyirsiniz. Bir yandan da yanacaq enerjisinə, yəni yerdən çıxan, təbii, bu neftə, qaza olan deməli, investisiyanın əleyhinəsiz və buna icazə vermirsiniz. Bir maliyyə institutu polarisasiya desiniz, olmaz. Niyə olmaz? Çünki o yaşıl enerji deyil. Onda paradoksal əmələ gəlir. Siz nəyə fikir verin? Ona fikir verin ki, Cənab Prezident bu məsələlər çox qabartdı. Dedi, ona fikir verin ki, biz yanacaq enerjisindən gələn vəsaitin böyük bir qismini yaşıl enerji inkişafına xərcləyirik. Biz ona üstünlük veririk. Və vurğuladı ki, keçən illəri biz COP29 tədbirini keçirdik. Dünya miqyaslı tədbir idi. Və biz yaşıl enerjinin istehsalına böyük töhfələr verdik və eyni zamanda strateji əhəmiyyətli qərarlar Bakıda qəbul edildi bu istiqamətdə. Və vurğuladı ki, bax bizim bu günləri 157 gigavatlıq Xəzər dənizində yaşıl enerji potensialımız var. Quruda bizim yaşıl enerji potensialımız 27 gigavatdır. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda isə bu 10 gigavatlıqdır.
Və qeyd elədi ki, bir 30-32 dənə su elektrik stansiyasını işə salmışıq son illərdə şeydə də, Qarabağda və Şərqi Zəngəzurda. Və oradan biz bu günlər 270 meqavatlıq yaşıl enerji istehsal edirik. Və daha 30 da su elektrik stansiyası tikmək istəyirik ki, yenə də həmin ərazidə nəticədə 500 meqavatlıq biz istəyirik ki, yaşıl enerji istehsal edək. Və məqsədimiz də odur ki, bugün bizim 2030-cu ilə qədər imzalanmış bu istiqamətdə sənədlərimiz imkan verir ki, 6.5 gigavatlıq biz yaşıl enerjini ixrac edək. Həm də Cənab Prezident vurğuladı ki, bilin və xatırlatdı ki, biz artıq Qara dənizin dibi ilə Gürcüstan, Rumıniya, Macaristana biz deməli elektrik enerji xəttini veririk. Bu yaşıl enerjidir. Və artıq texniki əsaslandırmalar başa çatıb və bunun əhəmiyyəti nədədir? Bax, biz 13 milyard kubmetr qaz sizə veririk, düzdür? Amma siz 20 istəyirsiniz. Elə biz bu günlər yaşıl enerjiyə keçəndə, yaşıl enerjinin nəticəsində biz elektrik stansiyalarının qazla təminatı deməli, orada qənaət əmələ gəlir. Həmin o qənaət olunan qazdan biz qazı sizə sata bilərik. Yaşıl enerjiyə keçməklə. Ona görə də yanaşmanız dəyişsin. Bizdən qaz istəyirsinizsə, o yanaşma olmasın ki, yox, qaz yanacaq energetikasıdır. Yerdən çıxıb buna pul ayırmaq olmaz. Bu düşüncədən uzaqlaşın. Çünki bu sizə də ziyandır, bizə də ziyandır və əməkdaşlığımıza mane olan cəhətlərdir. Cənab Prezident bunları vurğuladı. Və həqiqətən də belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Həm keçilən yola qiymət verilir, həm əldə edilmiş nailiyyətlər qabartılır və eyni zamanda qarşıda dayanan strateji vəzifələr və onların həlli ilə bağlı mövqelər ortaya qoyulur və Cənab Prezidentin bu çağırışları hesab edirəm ki, Avropa İttifaqı rəhbərliyində də ciddi rezonans doğuracaq ki, bizdən bu qədər qaz istəyən tərəflər gərək o qazın təmin edilməsi üçün də maliyyə vəsaitinin ayrılmasına məhdudiyyət qoymasınlar.